Salam əziz izləyicilər. Bugün sizə asan, ləzzətli, yüngül, hər mövsümə uyğun, qış, yay mövsümünə uyğunlaşdıra biləcəyiniz plov resepti vermək istəyirəm. Bu plova bəziləri çəkmə plov deyir. Bizdə Azərbaycanda, Cənubi Azərbaycan bölgəsində daşma plov da deyirlər, İstanbulu da deyirlər. Fərqli-fərqli adı var bu yeməyin. Əvvəlcə əti, soğanla əti qovururuq. Ondan sonra mən ədviyyat olaraq sarı kök, qırmızı istiot, bir də duz əlavə elədim. İstəsəz başqa ədviyyatlar da vura bilərsiniz. Duz zövqə görə, istiot zövqə görə. Soğanla əti qəşəng qovurduqdan sonra ona tomat biraz əlavə eləyirik. Tomatı mən azca da biber sosu əlavə elədim. Çünki biraz acılığı olsun. Amma acı çox sevməyənlər qatmaya bilərlər. Ondan sonra düyünü qəşəng təmiz yuyuruq. Düyünü də əlavə eləyirik. Düyünün üstünə çıxana qədər su əlavə eləyirik içinə. Suyu əlavə edəndən sonra başlayırıq qoyuruq dəmə. Plov yavaş-yavaş dəmlənir, özü orada qazmaq tutur. Bu yeməyin bir sirri də odur ki, əziz izləyicilər, qışda bu yeməyi mütləqdir ki, daha ləzzətli olsun deyə yanında badımcan turşusu və ya sarımsaq turşusu. Amma yaz fəslində çoban salatı ilə çox ləzzətli olur. İstəsəz bu yeməyi mən bugün tomatla elədim, amma istəsəz pomidorla da bişirə bilərsiniz. Tomat əvəzinə pomidor vura bilərsiniz. Və əziz izləyicilər, bunu mən balaca olanda mənim atamın nənəsi bişirərdi bu yeməyi. Həmişə mən buna qırmızı yemək deyərdim. Çünki rəngi qırmızı olardı. İstəsəz içinə yaşıl biber də vura bilərsiniz. Sadəcə mən qaynamış biberi yeməkdə sevmədiyim üçün yaşıl biber əlavə eləmirəm. Amma yaşıl biberlə də çox ləzzətli olur. Bəli, bir də bir tomatı qovuranda, soğan, ət bişəndən sonra tomatı qovuranda birazca da su əlavə eləyin ki, tomat tam açılsın, düyünün içində putur-putur qalmasın. Çünki onda sos kimi olanda düyü daha rahat ədviyyatları, tomatı canına çəkir. Və dediyim kimi düyünün üstünə çıxana qədər su tökürük. Çünki bu süzmə olmayacaq, süzməyəcək. Çox da su tökülsə xəmir olacaq düyü. Təxmini bir yarım saat dəmdə qalıb qazmaq tutar. Bir də altını çox zəif qoymalısınız. Çünki tomatda olduğu üçün düyünün altının yanmaq ehtimalı çox yüksəkdir. Çünki tomat tez qızarır. Ona görə də düyü dəmlənməmiş qazmağı yana bilər. Qazmaq tutmamış. Amma çox ləzzətli, asan. Bunu istəsəz mal əti, qoyun əti ilə də eləyə bilərsiniz. Yer kökü də əlavə eləyə bilərsiniz. Amma orijinal resepti budur. Yəni yer köksüz. Sadəcə ət, soğan və düyü. Bir də tomat. Dediyim kimi hər fəslə uyğunlaşır. Qışda da rahatdır bişirmək, yayda da rahatdır. Çox vaxt aparmır, əsas odur. Baxın, gördüyünüz kimi qaynadıqca suyunu çəkir, düyülər şişəcək. Düyülər şişib yumuşalanda. Bir də bunun bir sirri var, əziz izləyicilər. Ümumiyyətlə çəkmə plov bişirəndə bəlkə çoxlarınız bilirsiniz. Bilməyənlər üçün də mən deyim. Qaşığı düyünün ortasına batırırsınız. Əgər qaşıq aşmırsa, dayanıbsa, deməli düyü dəmə hazırdır. Düyünün ağzını bağlaya bilərsiniz, dəmə qoya bilərsiniz. Gördüyünüz kimi yoxladım, qaşıq qalır. Çünki o düyünün əsl kıvamını göstərir. Kıvamı budur bu düyünün ki, dəmə qoyulsun, dəm çəksin. Qəşəng deyil, bir təxmini yarım saat dəmlənir. O arada mən də salatımı düzəldim. Limon soslu, sumaklı, qarışıq çoban salatı düzəltdim. Mən salatda sumağı çox sevirəm. Həm ürəyə, bədənə xeyirdir, həm də ki, salata çox ləzzət verir. Dediyim kimi, yay fəsli, yaz fəslində çoban salatı ilə çox ləzzətlidir. Qışda da turşu olaraq badımcan turşusu və sarımsaq turşusu. Salatımızı da hazırladım. Və ta-ta-ta-tam, plovumuz hazırdır. Gördüyünüz kimi qəşəng rəng qazmaq bağlayıb, rəngi qazmağın qıpqırmızı olub.
və içi yumuşaq, altı xırt-xırt qazımaqlı, çox gözəl bir plov alınır. Bizə nuş olsun, sizə də yeni fikirlər olsun. Əgər bəyəndinizsə, səhifəmizə